Salam əziz abituriyentlər və müəllimlər. Bugünkü dərsimiz səhər biologiyası olacaq. Ümumi tarixdən dərs 24. Deyirik ki, xristianlıq dini 1-ci əsrdən yayılmağa başladı və daha sonra ilk öncə Roma ərazisində yayılacaqdı. Roma imperiyasında yayıldı. Daha sonra isə Roma iki hissəyə bölünür 395-ci ildə. 395-ci ildə Roma bölünəndə iki hissəyə Qərbi Roma, Şərqi Roma xristian dinində şərti olaraq bölündü. Şərti, rəsmi yox. Şərti 395-ci ildə bölünürdü. Qərb və Şərq kilsəsinə bölünürdü. Qərb kilsəsini Papa, Şərq kilsəsini isə Bizans patriarxı idarə edirdi. Amma 1054-cü ildə deyir ki, Şərq və Qərb kilsəsi xristian dini rəsmən iki hissəyə bölündüyünü elan etdi. Və bu zaman Qərb kilsəsi katoliklərin tabeliyində Papa idarə edirdi Qərb kilsəsini. Ümumdünya dini elan etmişlər. Şərq kilsəsindən isə pravoslavların başçılığı edir, Bizans patriarxı başçılıq edirdi. Bizans patriarxı isə özlərini həqiqi dini nümayəndələri adlandırırlar. Deməli, bizdə burada əsas nə lazımdır? Bilməliyik ki, xristian dini iki hissəyə parçalanır. Xristian dini iki hissəyə parçalanacaq. Nə vaxt? 1054-cü ildə Qərb və Şərq kilsəsi və yaxud da ki, katolik və pravoslavları parçalanır 1054-cü ildə. Daha sonra davam edir. Katolik kilsəsinə baxanda deyək ki, Katolik kilsəsi bu dövrdə vahid idarə olunan Avropada yeganə təşkilat idi. 911-ci əsrdə Frank imperiyası parçalandıqdan sonra Avropada feodal dağınıqlıq dövrü oldu. Hansı ki, Frank dövlətinin parçalanması nəticəsində yaranan dövlətlər vardı. Fransa, Almaniya, İtaliya əraziləri. Ümumiyyətlə, Qərbi Avropada deyilir ki, 911-də feodal dağınıqlıq dövrü idi. Amma yeganə mərkəzləşmiş, vahid şəkildə idarə olunan təşkilat isə Papanın qurduğu Papa təşkilatı idi və yaxud da ki, deyək ki, Qərb kilsəsi idi, katolik təşkilatı idi. Deyək ki, bu dövrdə Papanın əsas gəlir mənbələri var idi, hansı ki, kilsənin, yəni Papa, Roma Papasının əsas gəlir mənbələri var idi. Bunlar kilsə torpaqlarından əldə olunan gəlir mənbələri var idi. Bu necədir? Məsələn, biz əgər Azərbaycan tarixinə gəlsək, görək ki, orada vərqli torpaqlar var, dini qurumlara aid olan torpaqlar idi. Xristianlarda da eynilə Papaya aid olan kilsə torpaqları vardı. O kilsə torpaqlarından, bütün kilsə torpaqlarından, məsələn, İspaniyada yerləşən kilsə torpağından gəlirdi Papaya. Fransada kilsə torpağı var idisə, oradan gəlirlər, hamısı gəlirdi Papaya. Nə bilim, olsun İtaliyanın özündə, Almaniyada, yəni bütün Qərbi Avropada kilsə torpaqlarından gələn bütün gəlirlərin hamısı Papaya gəlirdi. Yəni, gəlir mənbələrini qeyd edirəm. Daha sonra onda bir vergisi alırdı. Qərbi Avropada yaşayan xristianlardan onda bir vergisi vardı, kilsənin ehtiyaclarını ödəmək üçün. İndulgensiya var, cənnət qəbzləri vardı. Papalar insanlara aldanırdılar ki, biz sizə hansı ki, cənnət qəbzləri veririk. Bu cənnət qəbzləri nəticəsində onu əlinizdə tutursunuz, ölən vaxtı sizi cənnətə buraxacaqlar. Yəni, təbii ki, bu mif idi, yalan idi, sadəcə insanları aldatmaq üçün istifadə etdikləri bir təbliğat idi. Və eyni zamanda dini mərasimlərin keçirilməsi üçün haqq alırdı, pul alırdılar. Bunu nə ilə demək olar? Məsələn, kəbin, talaqdır, yəni evlənmək məsələlərində pul alırdılar və yaxud da dini mərasimlərdə, məsələn, xristianlarda uşaqların xaç suyuna batırılması var. Xaç suyuna batırırlar xristianlar, bugünkü gündə o adətləri davam edir. Məsələn, onda həmin vaxtı onun edilməsi üçün əlavə pul alırdılar. Yəni, ümumiləşdirsək, deyək ki, katolik kilsəsi vahid idarə olunan təşkilat idi, Papa idarə edirdi bu təşkilatı. Əsas gəlir mənbələri kilsə torpaqlarından alınan gəlirlər idi, onda bir vergisi idi, indulgensiya, cənnət qəbzləri idi və dini mərasimlər üçün alınan pullar idi. Daha sonra deyir ki, bu dövrdə Roma Papası və Alman imperatorları mübarizə aparırlar, Qərbi Avropada siyasi hakimiyyəti ələ keçirmək üçün. Bu dövrdə bidətçilər var idi, bidətçilər. Deyir ki, hansı ki, bəzi əhalinin içərisindən müəyyən şəxslər çıxdı, Papanın indulgensiya, cənnət qəbzi alverinə qarşı çıxırdı, dini mərasimlərə görə pul aldığına qarşı çıxırdı və daha sonra israfçılıq etdiyini deyirlər Papanın. Həqiqətən də belə idi, rəsmən də belə idi. Çünki bu dövrdə artıq Avropada elm, mədəniyyət yavaş-yavaş inkişaf etdiyi üçün insanların içərisindən bu düşüncəli insanlar çıxırdı. Və deyir ki, bu dövrdə hansı ki, Papaya qarşı gələnləri bu kilsə torpaqlarından alınan vergilərə, onda bir vergisinə, dini mərasimlərə görə alınan vergilərə qarşı çıxanları Papa bidətçi adlandırırdı və onları İnqilizasiya məhkəməsində öldürüldü. Papa tərəfindən qurulmuş bir məhkəmə idi.
Papanın yerləri də nümayəndələri tərəfindən qurulurdu, həyata keçirilirdi və bidətçiləri mühakimə etmək üçün qurulmuşdu deyə bilərik. Deyək ki, bu dövrdə Roma papası çox varlı idi. Niyə varlı idi? Kilsə torpaqlarından pul alırdı, onda bir vergi salırdı, cənnət qəbzindən pul gəlirdi, nə bilim, dini mərasimlərdən pul alırdı. Yəni, çox pul gəlirdi həddindən artıq və çox varlı idi. Və hətta o qədər varlı idi ki, Avropa kralları papadan borc alırdılar, kredit götürürlər, müasir dövrdən desək. Və həmin dövrdə Avropa kralları papanın ayaqlaşa bilmirdilər, yəni papaya qarşı çıxa bilmirdilər. Və hətta bu dövrdə deyək ki, İngiltərə, Danimarka və Polşa kimi dövlətlər özlərini papanın vasalı elan etmişlər. Biz bunu növbəti hissələrdə İngiltərə mövzusunda qeyd edəcəyik. İngiltərə kralı papaya qarşı mübarizə apara bilmir və papa özünü papanın vasalı elan edir. Sərhəd yürüşlərinin başlanması səbəbləri bu hissədən başlayaq danışmağa. Deyək ki, 9-11-ci əsrdə Avropada özbaşınalıq idi və yaxud da feodal dağınıqlıq dövrü idi və bu feodal dağınıqlıqdan ən məharətlə istifadə edən kim idi? Roma papası özünü varlandırırdı. Kralları özünün asılı salmışdı, kralların əhalisindən istədiyi qədər vergi alırdı. Bu da Roma papasının varlanmasına gətirib çıxardı. Amma həmin belə deyək də, krallıqlarda yaşayan feodallar da Roma papasına qarşı mübarizə apardı və Roma papası və feodallar arasında dövlət yaratmaq üçün, yəni hansı ki, tam hakimiyyəti ələ keçirmək uğrunda mübarizə çevirdi. Deyək ki, Roma papaları dünyəvi dövlət yaratmaq istəyirdi. Roma papaları belə bir məsələ var, deyirlər ki, dünya tanrı və şeytan arasında mübarizə, müharibədən ibarətdir və ən sonunda tanrı qalib gələcək, tanrının dövləti qurulacaq, tanrının dövlətinin başçısı papa olacaqdır. Bu, belə deyək də, çıxışlar hələ xristianlıq dininin ilk dövrlərindən başlamışdı. Yəni, papalar bu ideologiyanı yayırdılar əhali arasında. Biz deyirik ki, papanın silahlı qüvvəsi yox idi. Yəni, hər hansı bir ordusu yox idi. Nizami ordu olsun, atlı süvari olsun, heç bir ordusu yox idi. Sadəcə ordudan da, silahdan da güclü olan nəyi var? Təbliğatı var idi. Təbliğatın kim vasitəsindən həyata keçirdi? Keşişlər vasitəsindən, missionerlər vasitəsindən. O, məsələn, hansısa İngiltərə kralı ondan üz dönənlərində ora bir 20 dənə, 30 dənə, 100 dənə keşiş göndərirdi və öz ideyalarını həmin o ərazidə insanlar arasında, yəni feodallar arasında yayırdı və həmin feodallar İngiltərə kralına qarşı və yaxud da Almaniya kralına qarşı çıxırdılar və o krallar da papadan kömək istəyirdilər. Və bu anda papa onları özündən asılı hasardı. Nə vasitəsindən? Təbliğat vasitəsindən və keşişlər vasitəsilə olacaqdır. Bu dövrdə deyək ki, təxminən 10-11-ci əsrlərin qovşağının 1000-ci illərdə Qərbi Avropada hökmranlıq uğrunda mübarizə başlayacaq və hökmranlıq uğrunda mübarizə azlığa, səfalətə, yoxsulluğa gətirib çıxaracaq. Feodallar bir-birindən müharibə aparacaqlar. Yəni, bu tipik vətəndaş müharibəsidir. Vətəndaş müharibəsinin heç kimə xeyri olmaz. Və bu da həmin dövrdə Avropada vəziyyəti dəyişdirəcəkdir, pisləşdirəcəkdir. Və bu zaman papa sülh çağırış edir. Feodalları ki, silahı yerə qoysunlar, amma feodallar silahı yerə qoymurlar. Papa bu dəfə isə əlavə vasitə olaraq Qüdüs məsələsini ortaya qoyacaqdır. Qüdüs şəhəri üç dinin mərkəzi olmuşdu. Üç dinin nümayəndələri orada müəyyən dövrlərdə yaşamışlar və üç din üçün müqəddəs sayılır. Xristianlıq, İslam və Yəhudilər üçün. Və xristianlar deyir ki, İsa Peyğəmbər Qüdüs şəhərinə aid olub. Onun üçün onlar üçün müqəddəsdir. Amma bu dövrdə Qüdüs şəhəri müsəlmanların əlindədir. Papa da çağırış edərək Qüdsün azad olması, Qüdsün İsa Peyğəmbərin qəbrinin müsəlmanlardan azad olması, bu torpaqların xristianlara geri qaytarılması üçün feodallara müraciət edir. Və bu feodallar həmin müraciətə müsbət cavab verəcəklər. Daha sonra katoliklər, yəni papa, bütün qərb xristianlarına, sərhəd yürüşlərinə hazırlamaq üçün təbliğat işləri aparan vaxtda şərq xristianlarına başçılıq edən Bizans dövləti, Bizans ərazisi davamlı olaraq türklərin basqınlarına, hücumlarına məruz qaldı və bu zaman Bizans patriarxları, Bizans imperatorları papadan kömək istəyirdilər. Papa bir növ bundan da istifadə edirdi. Yəni, xristianlıq dünyasında hegemonluğu ələ almaq üçün Bizans patriarxlarından, Bizans dövlətinin özündən asılı hala salmaq üçün bu amillərdən də istifadə etmiş olacaq. Və deyir ki, Bizans tez-tez papadan yardım istəyir və papa da bundan istifadə edirdi. Xüsusilə peçeneglərin 1091-ci ildə Konstantinopolu mühasirəyə alanda, Bizansa hücum edəndə papa Bizans yerindən papaya müraciət etmişdi. Papa Klermon məclisini keçirir 1095-ci ildə Urban və bu məclisdə xassı yürüşün təşkil olunmasına bağlı çıxışlar edir və eyni zamanda Bizansın yardım təklifləri də orada müzakirə olunur
və xaç yürüşlərinin başlanması qərarı alınmış olacaqdır. Deyək ki, xaç yürüşlərində iştirak edənlərin məqsədləri vardı. Kəndlilər torpaq istəyirdilər, hansı ki, əkib becərə biləcəkləri torpaq istəyirdilər və feodallardan canlarını qurtarmaq üçün bu xaç yürüşlərində iştirak edirlər. Feodallar şərq ölkələrini, şərq şəhərlərini ələ keçirmək və daha da varlanmaq istəyirdilər. Papanın isə əsas məqsədi müsəlman və şərq xristianların, Bizans xristianların katolikləşdirmək və ümumi hegemonluğunu qurmaq idi. Və beləliklə, deyək ki, 1-ci sərbi yürüşü 1096-99-cu illərə əhatə edir. Kəndlilərin başçılığı ilə ilk sərbi yürüşün 1-ci dalğası başlandı. Buna Pyotr başçılıq edirdi. Və bunlar Bizans ərazisinə gələndə Bizans imperatoru deyək çox məyus olur və bunları, çünki çox belə deyim də, bu gələn kəndlilər həddindən artıq yoxsul kəndlərdir. Çox az idilər də, belə deyək, belə pis çıxsa da. Və Bizans imperatoru bunların bu qədər vəhşi və dağıdıcı az olduğunu görərək bunları Anadolu hissəsinə keçirdi. Və orada isə Səlcuq qoşunları tərəfindən bunların birinci dalğası məğlub edildi. Daha sonra isə Fransa, Almaniya və İtaliya cəngavər və feodalların başçılığına birinci sərbi yürüşünün ikinci dalğası başladı. Və bu zaman deyək ki, Bizans və sərhədçilər arasında müqavilə imzalandı. Müqaviləyə əsasən artıq Bizans imperatoru biri gördü ki, sərhədçilərin məqsədi burada dövlət qurmaqdır. Yəni hansı ki, bu işğal edəcəkləri ərazidə. Və Bizans imperatoru da belə bir müqavilə bağladı. Müqavilənin şərtinə əsasən deyir ki, türklərdən aldığınız torpaqlar, xüsusilə Şərqi Anadolu torpaqları nəzərdə tutuldu ki, 1071-də Malazgirtdə Alparslan Bizansın əlindən almışdı. O torpaqlar Bizansa verilməlidir və Bizans da onun qarşılığında ərzaq və hərbi yardım etməlidir sərb ordusuna. Deyir ki, xaçlıların birinci sərbi yürüşündə xaçlıların baş komandanı yox idi. Mühüm qərarları məclisdə verirdilər, hansı məclis keçirdilər və bütün xaçlı komandirləri orada qərar verirdilər. 1099-cu ildə sərhədçilər Qüdsü ələ keçirdilər və Qüdsdə Qüds krallığını yaradırlar. Eyni zamanda deyək ki, Qüds ərazisi Fələstində fəaliyyət göstərmişdir bu krallıq. Daha sonra Qüdsə tabe olan, Qüdsün vaxsallığında olan Tripoli, Antiox və Edessa dövlətlərdə yaranmış olacaqdır. Deyək ki, birinci sərbi yürüşünə 4 dövlət yaranmışdır, amma əsas bizə Qüds lazımdır, Qüdsün yaranmasıdır. Digər dövlətlər isə Qüdsdən asılı halda olacaqdır. İkinci sərbi yürüşündən davam edək. Deyək ki, ikinci sərbi yürüşü 1147-1149-cu illərə əhatə edək. İkinci sərbi yürüşün baş verməsinin səbəbi nə idi? Birinci sərbi yürüşündən sonra Səlcuq sultanı və bir-iki Səlcuq dövlətdən 1157-yə qədər mövzu olacaqdır. Səlcuq sultanı, Moğol və digər müsəlman birliklər birləşərək Edessa şəhərini azad edilər və bu xəbər alan sərhədçilər ikinci yürüşə başladılar 1147-də. Lakin ikinci sərbi yürüşündə uğursuz olurlar və yaxud da məğlub olurlar deyirik. İkinci sərbi yürüşünə aid olan xüsusiyyətlər olacaq. Və biz deyirik ki, bu xüsusiyyətlərdən Bizans artıq sərhədçilərə dəstək vermir. Bu ayrıcalıqdır. Birinci sərhəd yürüşündə Bizans dəstək verdi, hətta Bizansla sərhədçilər arasında müqavilə bağlandı. Amma ikinci sərhəd yürüşündə Bizans dəstək vermədi. Səlcuq sultanının mübarizəsini deyirik ki, inadlı mübarizə apardı sərhədçilərə qarşı və eyni zamanda sərhədçilər arasında fikir ayrılıqları var. Amma bunun ən çox tez-tez istifadə oluna bilər hansı xüsusiyyət? Deyək ki, Bizansın dəstək verilməsi sərhədçilərə ikinci yürüşə aid bunu dəqiq yadımıza saxlayaq. Üçüncü sərhəd yürüşünün başlamasının səbəbi Təbəriyyə döyüşündə 1187-ci ildə Salahiddin Əyyubi Qüdsü azad etdi və sərhədçilər adətən belə deyək ki, dəli oldular. Çünki gözləmədikləri bir xəbər idi, bir hadisə idi. Və bundan sonra Papanın təkidi ilə müqəddəs Roma, Fransa və İngiltərə kralları yürüşə başlayacaqlar. Deməli, bu yürüş zamanı deyərdik ki, quru yolundan müqəddəs Roma imperator olan Fridrix Barbarossa, su yolundan isə Fransa və İngiltərə hücum edirdi, hansı ki, yürüş edirdilər. Deyirik ki, bu yürüşdə Alman imperatoru Fridrix Barbarossa Konya şəhərini dağıdır, amma daha sonra isə çayda boğulub ölür və Suriya və Fələstin işğal olunmaqdan azad olur. Və deyilir ki, Fridrix Barbarossanın ölməsi çox böyük bir möcüzəvi bir hadisə idi. Çünki deyir ki, suyun dayac olduğu yerdə boğulub ölmüşdür və müsəlmanları Fridrix Barbarossanın şəhərindən qorumuş olacaqdır. Daha sonra deyir ki, digər hissələrlə gələn Fransız və İngiltərə donanması və yaxud da orduları, xaçlı ordusu az və xəstə idi. Hansı ki, onlar Antalya istiqamətindən gəldilər, Antalyaya daxil olurlar və Səlcuq ordusu o ordunda beləcə izləyirdi ki, onlara zərbə vursun, onları məğlub etsinlər. Amma Səlcuqlar gördülər ki, xaçlıların ikinci hissəsi olan Fransız-İngilis əsgərləri az və xəstədir, onlara kömək etdilər və hətta deyir ki, 3000-ə yaxın
fransız əsgəri Səlcuqların bu xoş münasibətini görüb o Səlcuqların himayəsinə keçmişdi. Ümumiyyətlə deyir ki, 3-cü Sərb yürüşü uğursuzluqla nəticələnmiş, yəni sərbçilər burada hər hansı bir uğur əldə edə bilmədilər. 4-cü Sərb yürüşü 1202-1204-cü illərdə olacaq. 3-cü Innocentik buna başçılıq edəcəkdir. Əvvəl Misrə getmək istəyirdi. Misrə getmək üçün Venesiyada gəmi almalıydı, çünki həmin dövrdə Venesiya gəmilər ölkəsi adlanırdı. Amma Venesiyalılar 3-cü Innocentin qarşısına şərt qoydular ki, biz sizə gəmi veririk, amma Misrə yox, hücum edirik Konstantinopola. Çünki həmin dövrdə Konstantinopol və yaxud da Bizans Venesiyanın Aralıq dənizinin əsas rəqibidir və həmçinin də ki, bu əsas səbəblərdən biridir və həmçinin deyir ki, Papanın və yaxud da Katoliklərin Bizans patriarxına qarşı düşmənçiliyi yürüşün Misrə deyil, Konstantinopola olması gətirib çıxardı. Yəni, konkretlə deyir ki, 3-cü Innocentin niyə Misrə yox, Bizansa getdi? Papanın Bizans patriarxına düşmənçiliyi Venesiyanın tərkidir. Daha sonra deyir ki, 1304-cü ildə Konstantinopol qarət olunur və Konstantinopol qarət olunanda hansı ki, orada müqəddəs Sofiya məbədi vardı. Justinian tərəfindən tikilmişdir. Justinian dövründə 527-565-ci il demişdi ki, Qızıl Əsrin Justinian tərəfindən tikilmişdir Sofiya məbədi ki, 1204-cü ildə xaçlar tərəfindən qarət olundu. Əslində bu xaçların, katoliklərin iç yüzünü açıb göstərirdi. Çünki onlar öz din soydaşlarına, öz dindaşlarına qarşı qarət etdilər. Öz dindaşlarının kilsələrini qarət etmiş oldular. Daha sonra deyək ki, burada Bizans müəyyən dövrdə varlığını itirəcəkdir 1261-ci ilə qədər və öz dövlət kimi varlığını deyir ki, müəyyən müddət itirir. Amma Aralıq dənizində ticarət üstünlüyü həmişəlik itirəcəkdir. Bundan sonra Aralıq dənizində ticarət etmək hüququ keçəcəkdir Venesiyanın əlinə. Burada Bizansın varlığını itirməsi də 1204 və 1261-ci illərdə olacaqdır. 11-ci əsrdən başlayan sərb yürüşləri 13-cü yüzilliyin sonlarına qədər davam edir. Yəni 200 ilə qədər böyük bir zamanda 8 sərb yürüşü olacaqdır şərqə doğru. Və bu 8 sərb yürüşü ümumi olaraq baxsaq deyək ki, uğursuzluqla nəticələndir. Yəni sərb yürüşləri 13-cü əsrin sonlarına qədər davam etmişdir. Biz sadəcə 4-ünü dəqiq öyrəndik. 1096-99-1, 1147-149, 1189, 1192 3-cü sərb yürüşü və 4-cü sərb yürüşü 1202-1204. Amma 8 dənə sərb yürüşü olmuşdu ümumilikdə, yadımızda saxlayaq. Və ümumiyyətlə deyək ki, uğursuzluqla nəticələndir. Sərbçilər şərqdə hansı torpaqlar tutmuşdularsa, bütün şərqdəki işğal etdiyi torpaqlardan qovulacaqlar. Sərb yürüşlərinin Avropada səbəbləri olacaqdır, iqtisadi və sosial səbəbləri olacaqdır. İqtisadi səbəbləri deyək ki, Aralıq dənizinə ticarət Bizansın əlindən Geniya və Venesiyanın əlinə keçirdi. Biz bunun sonuncu sərb yürüşündə qeyd etmişdik ki, Venesiyalıların əsas şərti ilə ticarəti ələ keçirmək üçün Bizansa təkid etdilər ki, Bizansa olsun sərb yürüşü və Bizansa oldu və Bizans qarət olundu, Bizans müəyyən müddət varlığını itirdi və ticarəti də itirmiş oldu. Və deyək ki, Aralıq dənizinə ticarət Avropada keçdi, Venesiya və Geniya şəhərlərinin əlinə və yel dəyirmanlarından istifadə etməyə başladılar. Buna çox da testə düşməz, amma əsas olaraq yadımıza saxlayaq ki, nəyi yadımıza saxlayaq? Aralıq dənizində ticarət üstünlüyü Bizans itirirdi sərb yürüşlərin nəticəsində. Avropada sosial səbəblərindən desək, deyək ki, kağızla, balıqla tanış oldular, məişət əşyalarında, məişət həyatlarında yenilişlər gətirdi, şərqdən yenilişlər öyrəndilər və ən mühümü isə Papanın nüfuzu aşağı düşdü. Yəni, sərb yürüşlərində Papanın nüfuzu aşağı düşdü. Xüsusilə birinci sərb yürüşünü təşkil edəndən sonra Papa belə bir fərman verdi. Dedi ki, kimlər ki, sərb yürüşünə iştirak etməyiblər, onların bağışlanması üçün onlar hər hansı bir pul ödəməlidirlər dövlətə. Biz də onların bağışlanması üçün indulgensiya verməliyik. Yəni, cənnət qəbzi kimi bir beləlikdə qəbz verməliyik ki, onlar bağışlansın. Təbii ki, bu da papalığın rüşvətxorluğunun açıq şəkildə göstərir. Daha sonra Papaya qarşı mübarizə aparanların sayı da artacaq Avropada. Şərqdə nələri səbəb oldu? Şərqdə deyək ki, şəhərlər dağıdıldı, hansı ki, müsəlmanlar, yahudilərə və eyni zamanda xristianlar da deyə bilər ki, xristianlara qarşı qətl qarətlər, kütləvi qırğınlar törədildi. Daha sonra şərq üçün müəyyən şəhərlər dağıdıldı, Səlcuq dövləti tənəzzülü daha da sürətlənmiş olacaq sərb yürüşlərin nəticələrində. Katolik kilsəsi apardı, şərqdə Katolik kilsəsi uğursuz olur, amma baxaq Katolik kilsəsinin qərbi Avropada apardığı
səlib yürüşlərinin nəticəsində olacaq. Biz bilirik ki, Kordova xilafəti 750-ci ildə İspaniyada yaranmışdı və Abbasilərin tərkibindən çıxmışdı. Daha sonra isə müstəqil bir xilafətə çevrilmişdi. Kordova xilafəti dövründə deyək ki, burada müsəlmanlar, xristianlar, yəhudilər birlikdə yaşayırdılar və Kordova xilafətində elm, mədəniyyət inkişaf edəcək. Deyək ki, Kordova xilafətinin dövründə elm sahəsi çox inkişaf etmişdi. Bugünkü bəzi elmi nailiyyətlərində hələ də Avropada istifadə olunur. Eyni zamanda bunlarda inkişaf o qədər yüksək idi ki, deyək ki, həmin dövrdə küçələrdə işıq lampalarından istifadə olunurdu. Və bunların memarlığı çox güclü inkişaf edəcək. Sevilliyada Əl-Kəssar sarayı, Granada isə Əl-Hamra sarayları var ki, bunlar Kordova xilafətinin dövründə memarlıq sahələrində inkişaflar edir. Deyək ki, 11-ci əsrin ortalarında səlib yürüşləri ərəfəsində və yaxud da dövründə xilafət parçalanır, Kordova xilafəti. Kordova xilafətinin parçalanması, müstəqil əmirlikləri parçalanır və bu parçalanmaqdan sonra səlib yürüşləri, yəni burada səlib yürüşləri, buna bir adlanır Reconquista hərəkatı da deyə bilərik. Reconquista hərəkatının nümayəndələrinin mövqeyi burada güclənmiş olacaq parçalandıqdan sonra. Deyək ki, səlib və yaxud da Reconquista yürüşü nəticəsində Qərbi Avropa və yaxud da ki, deyə bilərik ki, İspaniyada Aragon, Kastilya, Navarra və Portuqaliya krallıqları yaranır. Aragon və Kastilya krallığı yaranacaqdır. İspaniya birləşəcək. Aragondan Kastilya birləşir. Nələrdir? Vahid İspaniya krallığı yaranır. 1479-cu ildə. Portuqaliya krallığı yaranmışdır, bu başqa. Daha sonra isə İspaniya və Fransa Navarra ərazisini öz aralarında böləcəklər. Bunu yadımızda saxlayaq ki, Navarra, İspaniya və Fransa arasında bölünürdü. Aragonla Kastilya birləşir. 1479-cu ildə Vahid İspaniya krallığı yaranır. Daha sonra İspaniya 1492-ci ildə Granada əhalisinə və yaxud da şəhərinə vədlər verdilər ki, biz sizə toxunmayacaq, müsəlmanlara, yəhudilərə öz dininizi sərbəst şəkildə icra edə biləcəksiniz və Granada əhalisi də silahı yerə qoydu, təslim oldu. Və Granada 1992-ci ildə birləşdirildi İspaniya. Və deyilir ki, Portuqaliya istisna olmaqla bütün Pireneya ərazisi İspaniya tərkibinə daxil edilmiş oldu. Və deyir ki, daha sonrası İspanlar verdiyi vədləri yerinə yetirmirlər. Orada yaşayan müsəlman və yahudilərə deyirlər ki, ya xristianlıq dinini qəbul etməlisiniz, ya da ki, buradan köçüb getməlisiniz.